Əvvəllər istifadəsi olan dərmanlar indi istifadədən götürülür. Bir neçə apteklərdə bəli olub, belə dərman olub ki, həmişə almışıq. Sonra elə olub ki, tapılmır. Ya deyirlər, bazada qurtarıb, aptekdə qurtarıb, depoda olmur, belə. Azərbaycanda dərman bazarında vəziyyət ürəkaçan görünmür. Vətəndaşlar bəzi dərman vasitələrini tapa bilmədiklərini deyirlər. Məsələni araşdırmaq üçün apteklərə üz tutduq. Eczaçılar mikrofonumuza danışmaq istəməsələr də Nurafen sirop, Augmentin, Digoxin, Dideral, Nifedipin kimi dərman preparatlarının çox çətinliklə tapıldığını söylədilər. Eczaçı Sahibkarlar Assosiasiyası buna səbəb kimi Tarif Şurasının qiymətləri düzgün tənzimləməməsini göstərir. Çünki 2016-cı ildən demək olar ki, Tarif Şurası dərman satışının, idxalının qiymətlərlə şərtləndirir və bu günə qədər, 2016-cı ildən bu günə qədər qədərincə dünya bazarında xam malın istehsalında, işçi əmək qüvvəsinin istehsalında, həmçinin logistika işləmlərində qiymətlər qədərincə dəfələrcə artıbdır. Sahibkar bunların hamısını nəzərə alaraq sonunda hansısa dərman məhsulunu, qeydiyyatdan keçirdiyi dərman məhsulunu gətirə bilmirsə, artıq bu anlayışla qəbul olunmalıdır, tarif qiymətlərinə bir daha baxılmalıdır. Mütəxəssislər deyir ki, Tarif Şurasının qeydiyyata aldığı dərmanların qiymətləndirilməsinə kimsə müdaxilə edə bilmir. Nə dərman idxalçıları, nə satış depoları, nə də apteklər. Nəticədə bir sıra dərmanları ölkəyə gətirmək sahibkara sərf etmir. 10 il, 15 il bundan qabaq Azərbaycanda 200-dən çox dərman şirkəti var idi, satışla məşğul olan. İndi bu 30-40 civarındadır. Yəni, xeyli sayda azalmalar müşahidə olundu. Ona görə də tənzimləmə mexanizminin yeni istiqamətləri müəyyənləşməlidir. Rəqabət məcəlləsi də qəbul olunub və bu rəqabət məcəlləsinə uyğun olaraq Tarif Şurası da kiçik orta sahibkarların bazara daha rahat daxil olması üçün müəyyən tənzimləmə mexanizmləri işə sala bilər. Əgər rəqabət güclənəcəksə, təbii ki, qiymətlər də aşağı düşəcək. Məsələ ilə əlaqədar Tarif Şurasına sorğu ünvanladıq. Cavab olaraq bildirildi ki, dərmanların qiymətinin yuxarı həddi dövlət qeydiyyatına alınmış dərman vasitələrinin tənzimlənməsi ilə bağlı qaydaya əsasən müəyyənləşir. Üstəlik, topdan satış əczaçılıq müəssisələri və aptekləri üçün 20%-ədək diferensial əlavələr nəzərdə tutulub. Bir sözlə, Şuradan deyildi ki, idxalçılar dərman qiymətlərindən narazıdırsa, əsaslandırılmış formada müraciət edə bilərlər. Azərbaycana dərman əsasən Avropadan, müstəqil dövlətlər birliyi ölkələrindən, Çin, Hindistan kimi ölkələrdən idxal edilir. Amma burada sual doğuran məqam var. Statistikaya görə 2022-ci illə müqayisədə 2023-cü ildə ölkəyə 14% az dərman gətirilib. Mütəxəssislər idxalın azalmasının səbəblərindən biri kimi pandemiya dönəmində həddindən artıq dərman depolanmasını göstərirlər. Bəzi ekspertlər bunu həm də yerli istehsalın artması ilə əlaqələndirirlər. Əslində isə Hal-hazırda Azərbaycanda dərman istehsalı deyildikdə sıfır zəncirindən olan istehsal deyiləcək bir şey yoxdur. Çünki texnologiyalar və institutlar Azərbaycanda yoxdur. O institutlar üzərindən inkişaf oluna bilər. O elmi bazanın olmaması hələ ki Azərbaycanda sıfır zəncirindən tam məhsula çatmağa, yəni ki artıq formalaşmış məhsula, piştaxta üzərinə qoyulacaq məhsulun çıxmasına hələ imkanlarımız yoxdur. İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirildi ki, yerli istehsal əsasən şpris, kəpənək kimi tibbi ləvazimatlardan ibarətdir. Pirallahı Sənaye Parkında 2023-cü ildə 16 milyon manatdan artıq məhsul satışı həyata keçirilib. Bu sənaye parkında Rusiya-Azərbaycan birgə müəssisəsi şəkərli diabetin fəsadlarının profilaktikası üçün preparat istehsalını gerçəkləşdirir. Yerli bazarda cəmi 10 milyon əhalinin olmasını nəzərə alaraq, yerli bazarın kiçik olması da istehsal sahəsinin qurulmasında maneələrdən biridir. Amma Azərbaycan elə bir istehsal sahələri yarada bilər ki, yaxın bazarlara çıxış əldə edə bilər. Orta Asiya bazarına çıxmaq mümkündür. Rusiya bazarının özü də, hələ Rusiyanın bugün özü də 55%-ə yaxın xarici dərman preparatlarından asılıdır. 45% cəmi Rusiyada istehsal olunur. Bəli, indiki dövrdə Azərbaycan bazarında bazarın həcminin az olması istehsala marağı azaldır və bəzi hallarda nə qədər qəribə səslənsə də yerli istehsal xaricdən gətirilən dərmanlardan daha baha başa gəlir. Ölkədə dərman istehsal olunsa, dərmanın qiymətləri düşəcək aşağı. Dərman qiymətləri düşəndə həmin xəstələr, həmin pasiyentlər həmin dərmanları almaq üçün çətinlik çəkməyəcəklər. Yəni 15 manata olan dərman hardasa olacaqdır 3 manat, 2 manat. Yəni bunun üçün biz çalışmalıyıq. Ekspertlərin fikrincə, yerli dərman istehsalı həm də xaricə külli miqdarda valyuta axınının qarşısını alacaq.
Bu eyni zamanda ölkəyə valyuta gətirmək baxımından önəmlidir. Həmçinin yerli dərman istehsalı yeni iş yerlərinin açılması deməkdir. Bir sözlə, yerli istehsalın çox ciddi səmərəsi olacaq. Problem bəlli, həll yolu bəlli, bircə qalır praktiki həlli.